Cəllabad sakini Abdullayev Nahid Əsaboğlu. Buradan müraciətim Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova. Hörmətli nazir, öncədən qeyd edeyim ki, mənim sosial şəbəkə vasitəsilə sizə müraciət etməyimin səbəbi Səbail rayon polis şöbəsinin rəisi, İstintaq şöbəsinin rəisi Toğrul müəllim və orada müstəntiq Yaşar müəllimdir. Yəni, bunlar mənə məcbur eləyir ki, mən sizə sosial şəbəkə vasitəsindən müraciət edeyim. Çünki dəfələrlə sizə onlayn qaydada, poçt vasitəsilə və zəng vasitəsilə Daxili İşlər Nazirinə dəfələrlə müraciət eləməyimə baxmayaraq, mənim şikayətimi qəbul edən yoxdur. Dəfələrlə qəbulunuza yazılmağına baxmayaraq, məni sizin qəbula yazan yoxdur. Yəni, buna şərait yaradılmır. Dəfələrlə sosial şəbəkə vasitəsilə sizə müraciət eləmişəm. Daxili İşlər Nazirindən, rayondan, sizə etimadınızı doğruldan əməkdaşlarınız mənə zəng vuraraq bu fikirdən daşınmağımı səsləyiblər və onlayn və poçt vasitəsilə sizə müraciət eləməyimi bildiriblər. Mən də onları eşidərək həmin qaydada sizə müraciətlər eləmişəm, amma baxılmır. Odur ki, sosial şəbəkə vasitəsilə sizə müraciət edirəm. Hörmətli cənab nazir, 30 iyul 2025-ci ildə sizin Astara rayonunda keçirdiyiniz qəbulda oldum. Yazılı və şifahi formada sizə öz şikayətimi bildirdim. O gündən bu günə qədər Məhərrəmli Əhməd Nizamoğlu, vəkil, mənə borclu olduğu pulu vermir. Mənə deyir, ged nə bacarsan onu elə. Toğrul müəllim də dəfələrlə məndən vaxt alıb, vaxt istəyib, vaxt ver. 30 iyul 25-ci ildə sizə müraciət eləmişəm. Bir ildə ondan qabaq bu adam mənə borçludur. 2024-cü ilin oktyabr ayından bu borçludur. Bu da 26-cı il, cənab nazir, hələ də mən öz pulumu ala bilmirəm. Hal-hazırda da yenə də mən sosial şəbəkə vasitəsindən sizə müraciət eləndə mənə hədə qorxular gəlinir, şərlənərək tutulacaqlar məni deyirlər. Bununla bağlı sizə müraciət edirəm və sizdən xahiş edirəm, cənab nazir, mənim səsimə səs verin, məni yenidən qəbul edin və Səbail rayon polis idarəsinin əməkdaşlarına sual edin ki, bu vaxta qədər mənim borcum niyə alınıb qaytarılmır və səbəb nədir ki, Əhməd Məhərrəmliyə himayədarlıq edib, onun əvəzinə məndən vaxt istəyiblər, bugünkü gündə məsələm həll olunmur. Qeyd edeyim ki, bununla bağlı hətta Daxili İşlər Nazirinin mətbuat xidmətinin rəisi, hörmətli Elşad Hacıyeva da yazılı surətdə müraciət eləmişəm. Cavabsız qalıb, baxılmayıb. Odur ki, sizdən artıq dərəcədə xahiş edirəm. Mənim